Bizim bugün sizlərlə keçəcəyimiz mövzu olacaq fən kurikulumuna aid əsas terminlərin təsviri. Fən kurikulumunda deməli yer alan terminlərdən biri ümumi təlim nəticələridir. İlk öncə biz baxırıq ümumi təlim nəticələrinə. Ümumi təlim nəticələri deməli nədir? Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Deməli, ümumi təlim nəticələri nədir? Mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Yəni, müəllim şagirdlərə hansı təlim nəticələrini mənimsədəcəksə, bax bu təlim nəticələri, yəni ümumi təlim nəticələri əvvəlcədən müəyyənləşdirilir. İstər səviyyələr üzrə, istər siniflər üzrə, istər məzmun xətti, istərsə də bir dərs üçün şagirdlərdə mənimsədiləcək bilik və bacarıqlar, təlim nəticələri əvvəlcədən müəyyənləşdirilir. Təlim nəticələri ümumiyyətlə, yəni ümumi təlim nəticələri həm kurikulumda, həm deməli dövlət standartları və kurikulumda, həmçində fən kurikulumda öz əksini tapır. Deməli, dedik ki, ümumi təlim nəticələri həm kurikulum sənədində, həm də fən kurikulumda öz əksini tapır. Yaxşı müəllimlər, kurikulum və fən kurikulumu sənədinin bir-birindən nə fərqi var? İlk öncə buna baxaq. Deməli, bax, kurikulum sənədi ölkə üzrə bir sənəddir. Ölkə üzrə bir sənəd var, yəni təhsil proqramı var. Bu təhsil proqramı kurikulum adlanır. Deməli, kurikulum təhsil proqramıdır. Yəni, müasir təhsil proqramı kurikulum adlanır. Bəs fən kurikulumu nə deməkdir? Fən kurikulumu çoxdur. Bax, kurikulum təhsilin bir proqramı var, yəni bir proqramı var, bu da kurikulum adlanır. Amma fən kurikulumunun sayı çoxdur. Yəni, hər fənnin özünün fən kurikulumu var. Yəni, kurikulum sənədi ilə biz fən kurikulumu sənədini necə fərqləndirə bilərik? Ölkə üzrə təhsilin bir sənədi var. Təhsil proqramı, yəni bir təhsil proqramı var, bu kurikulum adlanır. Fən kurikulumu isə daha çoxdur. Həmçinin də fən kurikulumu kurikulum sənədinin deməli, yəni təhsil proqramının daxilində yer alır. Qayıdırıq ümumi təlim nəticələrinə. Deməli, ümumi təlim nəticələri şagirdlərin əldə edəcəyi bilik və bacarığı əvvəlcədən müəyyən edir. Biraz da ümumi təlim nəticələrini biraz da açıqlayaq. Deməli, ümumi təlim nəticələri bir neçə hissələrə bölünür. Bu hissələr hansılardır? Təhsil səviyyələri üçün təlim nəticələri, məzmun xətti üzrə təlim nəticələri, sinifin sonu üçün təlim nəticələri və gündəlik təlim nəticələri olmaqla ümumi təlim nəticələri bir hissəyə bölünür. Biz birinci baxırıq, təhsil səviyyələri üzrə təlim nəticələrinə baxırıq. Fən üzrə təhsil səviyyələri üçün təlim nəticələri nə deməkdir? Ümumiyyətlə, müəllimlər, bax, təhsil səviyyələri hansılardır? Biz bilirik ki, ümumi təhsilin bir neçə səviyyəsi var. Məktəbə hazırlıq, İbtidai təhsil, ümumi orta və tam orta təhsil olmaqla ümumi təhsil bir neçə səviyyələrə ayrılır. Bax, təhsilin səviyyələri, yəni məktəbə hazırlıq, İbtidai təhsil, tam orta təhsil, ümumi orta və tam orta təhsil səviyyəsində şagirdlərin əldə edəcəyi bilik və bacarıqlar əvvəlcədən müəyyənləşdirilir. Məsəl üçün, məktəbə hazırlıq tədris edən müəllim artıq bilir ki, məktəbə hazırlığın sonunda şagirdlər hansı bilik və bacarıqlara, yəni hansı təlim nəticələrinə yiyələnməlidir. Və yaxud da ki, ibtidai təhsilin sonunda artıq ibtidai təhsildə dərs keçən müəllim bilir ki, ibtidai təhsilin 4-cü sinifin sonunda şagirdlərdə hansı bilik və bacarıqları, yəni hansı ümumi təlim nəticələrini şagirdlərdə formalaşdırmaq lazımdır. Və yaxud da ki, ümumi orta, həmçinin tam orta təhsilin sonunda artıq fənni tədris eləyən müəllim bilir ki, deməli, təhsil səviyyəsinin sonunda fən üzrə şagirdlər hansı bilik və bacarıqlara, yəni ümumi təlim nəticələrinə yiyələnməlidir. Ümumiyyətlə, ümumi təlim nəticələri nə dedik? Şagirdlərin sonunda əldə edəcəyi bilik və bacarıqlar əvvəlcədən müəyyənləşdirilir. Deməli, təhsilin səviyyələri üzrə təlim nəticələrindən biz danışdıq.
deməli, fənn üzrə məzmun xətti üzrə təlim nəticələrinə baxırıq. Bəli, məzmun xətti üzrə də təlim nəticələri var. Məzmun xətti üzrə təlim nəticələrinin açıqlamasını vermirəm. Çünki biz ilk öncə məzmun xəttinin nə olduğuna baxarıq, ondan sonra məzmun xətti üzrə təlim nəticələrinin açıqlamasını verərəm. Baxırıq deməli, ümumi təlim nəticələrinin deməli, bir hissəsi də oldu sinifin sonu üçün təlim nəticələri. Sinifin sonu üçün təlim nəticələrinin digər bir adı da ilin sonu üçün təlim nəticələridir. Yəni biz testdə həm fənn üzrə sinifin sonu, həm də ilin sonu üçün təlim nəticələrini, yəni hər iki adı görə bilərik. Hər ikisinin anlamı eynidir. Sinifin sonu üçün təlim nəticələri və yaxud da ki, ilin sonu üçün təlim nəticələri. Yaxşı, bax bu nə deməkdir? Sinifin sonu üçün təlim nəticələri nə deməkdir? Artıq məsəl üçün 6-cı sinifdə biologiya fənnini tədris eləyən müəllim bilir ki, ilin sonunda, yəni 6-cı sinifin sonunda şagirdlər fənn üzrə hansı təlim nəticələrinə, yəni hansı bilik və bacarığa yiyələnməlidir. Və bunu fənni tədris eləyən müəllim bunu hardan bilir? Əlbəttə ki, belə deyək də, metodik vəsaitdə ümumi təlim nəticələri öz əksini tapır. Artıq ilin əvvəlində müəllim bilir ki, ilin sonunda, yəni sinifin sonunda şagirdlər fənn üzrə hansı təlim nəticələrinə yiyələnməlidir. Və bunu bildikdən sonra müəllim həmin istiqamətdə hərəkət edir. Gündəlik təlim nəticələrinə baxırıq. Gündəlik təlim nəticələri nə deməkdir? Yəni müəllim gündəlik dərsini tədris eləyəndə, hər hansı bir fənni tədris eləyəndə artıq bilir ki, dərsin sonunda şagirdlər hansı bilik və bacarıqlara yiyələnməlidir. Yəni gündəlik belə deyək də, müəllim hər hansı bir alt standartın tələbini reallaşdırmaq üçün alt standartdan təlim nəticələri çıxardır və bu təlim nəticələrini deməli müəllim dərsin əvvəlində şagirdlərə çatdırır. Artıq müəllim də, şagirdlər də bilir ki, dərsin sonunda hansı bilik və bacarıqlara yiyələnməlidir. Ümumiyyətlə, deməli, bax, gündəlik təlim nəticələrini müəllim müəyyənləşdirir. Alt standartdan müəllim çıxardır, müəllim müəyyənləşdirir. Ancaq təhsil səviyyələri üzrə təlim nəticələri, məzmun xətti üzrə təlim nəticələri, sinifin sonu üçün təlim nəticələrini, artıq bu təlim nəticələrini müəllim müəyyənləşdirmir. Bu deməli artıq dövlət müəyyənləşdirir və bu bizim metodik vəsaitimizdə artıq öz əksini tapır. Ancaq gündəlik təlim nəticələrini dərsi tədris eləyən, fənni tədris eləyən müəllim özü müəyyənləşdirir. Deməli dedik ki, ümumi təlim nəticələri nə oldu? Yəni şagirdlərin əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyən olunmasıdır. İndi baxırıq səviyyələr üzrə təlim nəticələrinə baxırıq. Deməli, hər səviyyə üzrə mən belə deyim də nümunələr vermişəm. Yəni təlim nəticələrinə aid nümunələr vermişəm. Biz nə dedik? Dedik ki, ümumi təlim nəticələri bir neçə hissəyə ayrılır. Onlardan birincisi hansıdır? Təhsil səviyyələri üzrə təlim nəticələridir. Təhsil səviyyələri üzrə təlim nəticələrində mən dedim, təhsilin səviyyəsi hansılardır? Məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. Yəni bu təhsilin səviyyələri üzrə şagirdlərin əldə edəcəyi bilik və bacarıqlar, ümumi təlim nəticələri əvvəlcədən deməli öz əksini belə də əvvəlcə müəyyənləşdirilir. İndi baxırıq səviyyələr üzrə təlim nəticələrinə baxırıq. Deməli nümunəmiz ibtidai təhsil səviyyəsinə aiddir. İbtidai təhsil səviyyəsində Azərbaycan dili fənnindən şagirdlərin əldə edəcəyi təlim nəticələrinə baxırıq. Deməli şagirdlər belə deyək də 4-cü sinifin sonunda bax Azərbaycan dili üzrə, Azərbaycan fənni üzrə burada qeyd olunan təlim nəticələrinə, yəni ümumi təlim nəticələrinə yiyələnməlidir. Artıq deməli ibtidai təhsil deməli belə deyək də ibtidai təhsil səviyyəsində Azərbaycan dili fənnini tədris eləyən artıq müəllim artıq bilir ki, şagirdlər 4-cü sinifin sonunda bax bu təlim nəticələrinə yiyələnməlidir. Məsəl üçün şagird deməli müvafiq qaydalar əsasında
oxumağı bacarmalıdır, nitq etiketlərinə və digər qaydalara əməl edir. Yəni şagird deməli ibtidai təhsil səviyyəsinin sonunda nitq etiketlərinə və yaxud da ki, digər qaydalara əməl etməlidir. Oxuduqlarına və dinlədiklərinə münasibət bildirməlidir. Kiçik həcmli rabitəli mətnlər qurmalıdır. Fikirlərini şifahi və yazılı formada deməli çatdırmağı bacarmalıdır. Deməli bax müəllimlər, burada qeyd olunan nümunə deməli ibtidai təhsil səviyyəsində, yəni Azərbaycan dili fənni üzrə şagirdlərin ibtidai təhsil səviyyəsində yiyələnəcəyi ümumi təlim nəticələridir. İndi bax məsəl üçün burada digər nümunələr də vermişəm ki, bu ümumi təlim nəticələri bizə aydın olsun. Ümumi orta təhsil səviyyəsində də Azərbaycan dili üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqlar, təlim nəticələri də burada öz əksini tapır. Ümumi orta təhsil, yəni 9 illik təhsildən söhbət gedir. Artıq 9-cu sinifin sonunda deməli fənni tədris eləyən müəllim bilir ki, Azərbaycan dili üzrə şagirdlər təhsilin sonunda bax burada qeyd olunan bilik və bacarıqlara, yəni ümumi təlim nəticələrinə yiyələnməlidir. Əlbəttə ki, belə deyək də, şagirdlərin əldə edəcəyi bilik və bacarıqlar nisbətən sadədən çətinə doğru deməli müəyyənləşdirilir. Məsəl üçün, bax ibtidai təhsil səviyyəsində şagird Azərbaycan dili fənni üzrə müvafiq qaydalar əsasında oxumağı bacarmalı idisə, artıq 9-cu sinifin sonunda deməli şagird mətnin üslubuna uyğun oxu texnikasını tətbiq etməyi bacarmalıdır. Məsəl üçün, ibtidai təhsil səviyyəsində şagird nitq etiketlərinə və digər qaydalara əməl etməli idisə, artıq burada deməli həm nitqində dil qaydalarına əməl etməlidir. Belə müəllimlər, bax gördük ki, məsəl üçün təlim nəticələri, ümumi təlim nəticələri sadədən mürəkkəbə doğru müəyyənləşdirilir. Məsəl üçün, ibtidai təhsil səviyyəsində şagird fikrini şifahi və yazılı ifadə etməyi bacarmalı idisə, artıq deməli ümumi orta təhsil səviyyəsinin sonunda şagird yazı üzrə müəyyən deməli bilik və bacarıqlara sahib olmalıdır. Belə, bu da oldu ümumi təlim nəticələri. Yəni burada mən verdiyim ümumi təlim nəticələri Azərbaycan fənninə aiddir. Belə deyək də, hər fənn üzrə şagirdlər səviyyələrin sonunda müəyyən bilik və bacarıqlara yiyələnməlidir. İstər riyaziyyat fənni, məsəl üçün belə deyək də, riyaziyyat fənnini tədris eləyən müəllim artıq bilir ki, 9-cu sinifin sonunda, yəni ümumi orta təhsil səviyyəsinin sonunda şagirdlər hansı ümumi təlim nəticələrinə yiyələnməlidir. Belə, bu oldu deməli səviyyələr üzrə təlim nəticələri. Biz deməli bir də müəllimlər nə demişdik? Demişdik ki, təlim nəticələri bir neçə hissəyə bölünür. Deməli fənn üzrə təhsil səviyyələri üzrə təlim nəticələrindən danışdıq. İndi isə məzmun xətti üzrə təlim nəticələrinə baxaq. Görək məzmun xətti üzrə təlim nəticələri nə deməkdir? Biz əvvəlcə deməli məzmun xəttinin nə olduğunu bilməliyik. Yəni məzmun xətti üzrə təlim nəticələrinə keçməmişdən əvvəl ilk öncə məzmun xəttinin nə olduğunu biz bilməliyik. Məzmun xətti ümumiyyətlə nədir? Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Yəni, ümumi təlim nəticələrini reallaşdırmaq üçün müəyyən olunmuş bir sahədir. Bax, müəllimlər, biz burada ümumi təlim nəticələrindən danışdıq, düzdürmü? Ümumi təlim nəticələrindən danışdıq. Yəni, şagirdlərin əldə edəcəyi bilik və bacarıqlar ümumi təlim nəticələri adlanır. Məzmun xətti bəs nədir? Bax, məzmun xətti də ümumi təlim nəticələrinin, yəni, bax, burada qeyd elədiyimiz fənn üzrə şagirdlərin yiyələnməli olduğu bilik və bacarıqların reallaşmasını təmin edir. Deməli, məzmun xətti nədir? Məzmun xətti nədir? Ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyənləşdirilmiş, deməli, müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Yəni, bax, biz şagirdlərə ümumi təlim nəticələrini nəyin vasitəsilə şagirdlərdə formalaşdırırıq? Məzmun xəttinin vasitəsilə şagirdlərdə formalaşdırırıq. Deməli, məzmun xətti nədir? Fənnin ana xəttidir. Heç vaxt dəyişmir də. Yəni, məzmun xətti fənnin istiqamətidir.
müəllimə fənn üzrə istiqamət verir ki, şagird fənn üzrə hansı bilik və bacarıqlara yiyələnməlidir. Həmçinin məzmun xətti dəyişmir. Məsəl üçün biz əsas standartdan, alt standartdan danışacağıq. Deməli, onları da belə deyək də, indi əsas standart bəzən dəyişir, alt standart həmişə dəyişir. Amma fənn üzrə məzmun xətti dəyişmir. Məzmun xətti belə deyək, 1-ci sinifdən 11-ci sinif üzrə fənn üzrə dəyişmir. Düzdür, fənlər üzrə məzmun xətti dəyişir. Fənlər üzrə. Məsəl üçün, hər bir fənnin özünün məzmun xətti var. Çünki şagirdlər, belə deyək də, fənlər üzrə müxtəlif bilik və bacarıqlara sahib olur. Məsəl üçün, Azərbaycan dili fənni üzrə şagird müxtəlif bilik və bacarığa yiyələnir. Biologiya, fizika üzrə müəyyən müxtəlif bilik və bacarıqlara yiyələnir. Ona görə də şagirdlər bütün fənlərdən eyni bilik və bacarıqlara yiyələnmir ki, müxtəlif bilik və bacarıqlara yiyələnir. Ona görə də məzmun xətti fənlər üzrə dəyişir. Yəni, hər fənn şagirdə müəyyən bilik və şagirdlərdə müəyyən bilik və bacarıqlar formalaşdırır. Amma fənn daxilində məzmun xətti dəyişmir. Deməli, nə dedik? Məzmun xətti nədir? Bax, ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Yəni, məzmun xətti məzmunun zəruri hissəsidir. Biz şagirdlərə nə öyrədiriksə, məzmun xəttinin tələbini reallaşdırmaq üçün öyrədirik. Yəni, şagirdlərdə formalaşdırdığımız bilik və bacarıqlar məzmun xəttini reallaşdırmaq üçündür. Və həmçinin dedik ki, fənn üzrə məzmun xətti dəyişmir, fənn üzrə. Amma belə deyək də, fənlər üzrə məzmun xətti müxtəlifdir. Bir fənn daxilində məzmun xətti dəyişmir, amma fənlərə görə məzmun xətti dəyişir. Həmçinin nə dedik? Hər fənnin öz məzmun xətti var. Məzmun xətti fənnin ana xəttidir, heç zaman dəyişmir. Deməli, indi bax müəllimlər, burada nümunələr var, nümunələrə baxaq. Deməli, məzmun xəttinə baxırıq. Bax, biz nə dedik? Dedik ki, hər fənnin özünün məzmun xətti var. Birinci baxaq, nümunə üçün bir neçə fənnə baxacağam. Ümumiyyətlə, burada bütün fənlər üzrə məzmun xəttinin açıqlamasını verməyəcəm. Bax, birinci baxırıq, Azərbaycan dilinə baxırıq. Azərbaycan dili üzrə, məsəl üçün, 4 məzmun xətti var. Hansılardır? Dinləyib anlama, oxu, yazı, dil qaydaları. Deməli, bax, şagirdlər bu məzmun xətti üzrə müəyyənləşdirilmiş ümumi təlim nəticələrinə yiyələnməlidir. Birinci məzmun xətti nədir? Dinləyib anlama və danışma. Deməli, şagirdlər dinləyib anlama və danışma ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələnməlidir. Azərbaycan dilindən ikinci məzmun xətti oxudur. Yəni, şagirdlər oxu üzrə ümumi təlim nəticələrinə yiyələnməlidir. Üçüncü məzmun xətti olacaq yazı. Yəni, yazı məzmun xətti üzrə şagirdlər müxtəlif bacarıqlara yiyələnməlidir. Dördüncü məzmun xətti oldu dil qaydaları. Bu nə deməkdir? Yəni, şagirdlər Azərbaycan dili üzrə müəyyən dil qaydalarına yiyələnməlidir. İndi baxırıq, məsəl üçün, nümunə üçün baxaq. Riyaziyyat fənninə baxaq. Deməli, riyaziyyat fənni üzrə riyaziyyat ekranı təmizləyək. Deməli, riyaziyyat fənni üzrə baxağın, məzmun xəttinə baxağın. 5 məzmun xətti var. Birinci məzmun xətti nə olacaq? Ədədlər və əməllər. İkinci məzmun xətti cəbr və funksiyalar, həndəsə, ölçmələr, statistika və ehtimal. Deməli, şagirdlər riyaziyyat fənni üzrə hansı bilik və bacarıqlara yiyələnməlidir? Bax, burada qeyd olunan məzmun xətti üzrə bilik və bacarıqlara yiyələnməlidir. Əlbəttə ki, hər bir fənnin, müəllimlər, bax, burada da görürsünüz, hər bir fənnin öz məzmun xətti var. Deməli, fənlər üzrə məzmun xətti dəyişir, amma belə deyək də, müxtəlif fənlər üzrə məzmun xətti dəyişir. Amma bir fənn daxilində məzmun xətti dəyişmir. Bax, Azərbaycan dili fənninə baxsaq, elə 1-ci sinifdən 11-ci sinifə kimi məzmun xəttləri eynidir. Yəni, şagirdlər bu məzmun xəttləri üzrə müəyyən bilik və bacarıqlara yiyələnməlidir. İndi baxırıq, digər bir nümunəyə baxırıq. Deməli, məzmun xətti üzrə təlim nəticələri nə deməkdir? Ümumiyyətlə, biz əvvəldə nə dedik? Əvvələ bir daha qayıdıram. Biz dedik ki, ümumi təlim nəticələri
bir neçə hissəyə bölünür. Təhsilin səviyyələri üzrə məzmun xətti, həmçinin deməli, məzmun xətti üzrə təlim nəticələri, sinifin sonu üçün təlim nəticələri və gündəlik təlim nəticələri. Deməli, biz təhsilin səviyyələri üzrə məzmun xəttindən danışdıq, hətta nümunələr də göstərdim. İndi baxırıq məzmun xətti üzrə təlim nəticələri. Görək məzmun xətti üzrə təlim nəticələri dedikdə hansı təlim nəticələrindən söhbət gedir. Yenə burada nümunə vermişəm. Deməli, Azərbaycan dili fənninə aiddir. Deməli, bax, şagirdlər məzmun xətti üzrə 5-ci və 9-cu siniflər üzrə deməli, dinləyib anlama və danışma məzmun xətti üzrə hansı bilik və bacarıqlara yiyələnməlidir? Yəni, bax, birinci məzmun xətti Azərbaycan dilində birinci məzmun xətti nə idi? Dinləyib anlama. Görək, indi şagirdlər dinləyib anlama üzrə, məzmun xətti üzrə hansı bilik və bacarıqlara deməli, yiyələnməlidir? Deməli, birinci məzmun xətti nə oldu? Dinləyib anlama və danışma. Deməli, şagirdlər ümumi orta təhsil səviyyəsinin sonunda, yəni 9-cu sinifin sonunda artıq şagirdlər deməli, dinləyib anlama, danışma məzmun xətti üzrə müəyyən bilik və bacarıqlara sahib olmalıdır. Məsəl üçün, danışanın fikrinə münasibət bildirir. Yəni, şagird, 9-cu sinifi bitirən şagird dinləyib anlama, danışma məzmun xətti üzrə deməli, dedik ki, müəyyən bilik və bacarıqlara sahib olmalıdır. Yəni, məsələn, danışanın fikrinə münasibət bildirir. Deməli, şagird dinləyib anlama üzrə bu bilik və bacarığa sahib olmalıdır. Müxtəlif tipli mətnlər qurur. Bax, nədir? Dil vahidlərindən məqsəd yönlü istifadə etməklə müxtəlif deməli, tipli mətnlər qurur. Deməli, nitqinə uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir. Yəni, şagird dinləyib anlama, danışma məzmun xətti üzrə bu ümumi təlim nəticələrinə sahib olmalıdır. Fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir. Bax, müəllimlər, buradakı məzmun xətti, yəni buradakı ümumi təlim nəticələri gördünüz, yalnız dinləyib anlama məzmun xəttinə aiddir. Dinləyib anlama məzmun xəttinə aiddir. Belə. Deməli, dinləyib anlama üzrə də, belə deyək də, və yaxud da ki, digər məzmun xəttləri üzrə də şagirdlərdə bilik, bacarıq formalaşdırmaq lazımdır. Bu dinləyib anlama məzmun xəttinə nümunə idi də, düzdürmü? Oxu üzrə də, yazı üzrə də, dil qaydaları üzrə də şagirdlərdə, yəni məzmun xəttləri üzrə ümumi təlim nəticələrini formalaşdırmaq lazımdır. Müəllimlər, ümumi təlim belə deyək də, məzmun xətti üzrə təlim nəticələri kitabda yoxdur da, yəni TAYİM-in kitabında yoxdur. TAYİM bilirik ki, 2004-cü ildə sonuncu nəşr 2004-cü ildədir. 2004-cü ildə nəşr olunub. Yəni, orada məzmun xətti üzrə təlim nəticələri öz əksini tapmır. Amma test və saytında məzmun xəttləri üzrə ümumi təlim nəticələrinə aid testlər var. Ona görə də mən testlər əsasında PDF-imi hazırlayıram. Həmin testlərdə hansı mövzular varsa, mən də deməli PDF-imi həmin mövzular əsasında hazırlayıram. Yəni, ola bilər ki, bəli, indi mən sizə məzmun xətti üzrə təlim nəticələrindən danışıram. Ola bilər ki, siz həmin kitabı oxumusunuz, fikirləşirsiniz ki, axı müəllim, orada məzmun xətti üzrə təlim nəticələri verilməyibdir. Bunu öyrənməyə nə ehtiyac var? Bəli, ehtiyac var. Çünki test və saytında, testlərdə məzmun xəttləri üzrə bizdən məzmun xəttlərini əks etdirən, belə deyək də, testlər öz əksini tapır. Belə, üçüncü deməli baxırıq, sinifin sonu üçün təlim nəticələrinə baxırıq. Yəni, fənn üzrə sinifin sonu üçün təlim nəticələrinə baxırıq. Yəni, biz yenə təkrarlayıram, ümumi təlim nəticələri dedik, bir neçə hissəyə ayrılır. Hansılar oldu? Səviyyələr üzrə təlim nəticələri, məzmun xətti üzrə təlim nəticələri və sinifin sonu üçün. Biz buna ilin sonu da deyə bilərik, fənn üzrə ilin sonu və yaxud da ki, fənn üzrə sinifin sonu üçün təlim nəticələri də deyə bilərik. Yaxşı, sinifin sonu üçün təlim nəticələri nə deməkdir? Bax, belə deyək də, kimya, məsəl üçün 6-cı sinifdə və yaxud da ki, 7-ci, 8-ci sinifdə fərqi yoxdur sinifin. Artıq kimya fənnini tədris eləyən müəllim bilir ki, ilin sonunda, bir ilin sonunda, yəni sinifin sonunda şagird kimya fənni üzrə hansı ümumi təlim nəticələrinə, yəni hansı bilik və bacarıqlara yiyələnməlidir, bilik və bacarığı əldə etməlidir və müəllim bunu hardan bilir?
Məsəl üçün, ilin əvvəlində artıq kimya fənnini tədris eləyən müəllim bilir ki, ilin sonunda fənn üzrə şagirdlər bu təlim nəticələrinə yiyələnməlidir. Və bunu müəllim hardan bilir? Hər bir müəllimin metodik vəsaitində ümumi təlim nəticələri öz əksini tapır. Artıq ilin əvvəlində müəllim bilir ki, ilin sonunda fənn üzrə, deməli tədris elədiyi fənn üzrə şagirdlər hansı nəticələrə çatmalıdır. Deməli bu da oldu sinifin sonu üçün müəyyənləşdirilmiş ümumi təlim nəticələri. Yenə burada nümunə vermişəm. Bax 5-ci sinifin sonunda artıq Azərbaycan dili fənnini tədris eləyən müəllim bilir ki, ilin sonunda, bir ilin sonunda şagirdlər əvvəlcədən müəyyənləşdirilmiş təlim nəticələrinə yiyələnməlidir. Artıq bu təlim nəticələrini, ümumi təlim nəticələrini sadalamıram, sadəcə nümunə olaraq vermişəm ki, yəni Azərbaycan dili fənnini tədris eləyən müəllim və yaxud nəinki Azərbaycan dili də, yəni artıq hər hansı bir fənni tədris eləyən müəllim bilir ki, ilin sonunda, sinifin sonunda fənn üzrə şagirdlər hansı bilik və bacarıqlara, yəni ümumi təlim nəticələrinə yiyələnməlidir. İndi baxırıq gündəlik təlim nəticələrinə. Gündəlik təlim nəticələrini artıq müəllim müəyyənləşdirir. Bax, digər təlim nəticələrini dövlət müəyyənləşdirir, amma gündəlik təlim nəticələrini müəllim müəyyənləşdirir. Müəllim təlim nəticələrini bilirik də alt standartdan çıxardır və alt standartın tələbini reallaşdırmaq üçün müəllim gündəlik təlim nəticələrini reallaşdırmalıdır. Yəni alt standartda nəzərdə tutulan bilik və bacarığı müəllim təlim nəticəsinin vasitəsilə şagirdlərdə reallaşdırmalıdır. Biz bilirik ki, gündəlik təlim nəticələrini artıq müəllim dərsin əvvəlində şagirdlərə çatdırır və müəllim də, şagirdlər də dərsin əvvəlində bilir ki, dərsin sonunda şagirdlər hansı bilik və bacarıqlara yiyələnməlidir. Belə müəllimlər, ümumi təlim nəticələri haqqında deməli bu qədər. Müəllimlər, vaxtımıza az qalıb. Az qalıb deyəndə, yəni 8 dəqiqə qalıbdır. Vaxtımız bitsə, yenidən link atacağam. Linkə daxil olarsınız, mövzunu yekunlaşdırarıq. Belə, deməli, indi baxırıq, deməli, fənn kurikulumuna aid olan digər terminlərdən biri də məzmun standartıdır. Deməli, fənn kurikulumunda yer alan terminlərdən biri də məzmun standartıdır. Məzmun standartı haqqında da kitabda, Taimin mövzu kitabında məzmun standartları haqqında da məlumat yoxdur, amma test vəsaitində də məzmun standartlarının adı keçir. Ona görə də yenə burada da mən məzmun standartları atacağam, narahat olmayın. Bu ümumiyyətlə dərsi də atacağam. Yəni bu dərsi, keçdiyimiz dərsi YouTube kanalına yükləyəcəm. Sonradan yəni dərsi izləyə bilərsiniz. Həmçinin bu PDF-i də qruplarıma atacağam. PDF-lərdən oxuyarsınız. Deməli, nə dedik? Dedik ki, fənn kurikulumunda yer alan terminlərdən biri də deməli məzmun standartıdır. Yaxşı, bəs məzmun standartı nədir? Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Həmçinin məzmun standartı 2 hissəyə bölünür. Hansılardır? Əsas standart və alt standart. İndi biz əsas standart haqqında da danışağın. Əsas standartın ümumiyyətlə funksiyası nədir? Bax, əsas standartın funksiyası nədir? Təlim nəticələrini məzmun xəttləri üzrə ümumi şəkildə ifadə edir. Biz ümumiyyətlə ümumi təlim nəticələrindən danışdıq, düzdürmü? Yəni şagirdlərin əldə edəcəyi bilik və bacarığı təlim nəticələrini məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Yəni məzmun xətti görüləcək işləri, fəaliyyətin istiqamətini ümumi şəkildə müəyyənləşdirir. Burada da bax məzmun xəttinə aid məzmun xətti yox, daha doğrusu əsas standarta aid nümunə vermişəm. Gəlin nümunəyə baxaq. Qaydanı deyəndə bəzən belə deyim də, başa düşməyə də bilərik. Ona görə nümunələrdən daha çox istifadə eləmişəm ki, bizə
Aydın olsun. Deməli, dedik ki, əsas standartın funksiyası nədir? Təlim nəticələrini məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Nümunəyə baxaq. Fənn üzrə, deməli, fənn Azərbaycan dilidir. Yəni, Azərbaycan fənninə aid nümunə vermişəm 2-ci sinifə. Deməli, məzmun xətti nədir? Məzmun xətti olacaq 3. Məzmun xətti 3-dür. Bilirik də, Azərbaycan dilində 3-cü məzmun xətti yazıdır. 3. İndi müəllimlər, 3-dür, məzmun xətti 3-dür. Amma bax, buradakı 3-1 nə deməkdir? Bax, buradakı 3-1 nə deməkdir? 3-1, ikisi bir yerdə əsas standartdır. Deməli, bax, işləyən müəllimlər ümumiyyətlə bilir də, biz jurnala mövzunun adını yazdıqdan sonra 3 rəqəmli kod yazırıq, düzdürmü? Bax, 3 rəqəmli kod nəyi ifadə eləyir? Gəlin yazağın. 3, 1, 1 və yaxud da ki, 3, 1, 2. Bax, jurnala yazdığımız bu 3 rəqəmli kod nəyi ifadə eləyir? Alt standartı ifadə eləyir. Məsəl üçün, bax, birinci yerdə dayanan 3 rəqəmli kod deməli nədir? Məzmun xəttidir. Deməli, mən 3-dən başlayan əgər rəqəmdən istifadə eləmişəmsə, artıq deməli mən bu gün dərsimdə 3 məzmun xətti nədir? Yazıdır. Deməli, mən bu gün 3-1-1 məzmun xəttini reallaşdırmalıyam. Yəni, şagirdlərdə yazı bacarığı üzrə müxtəlif bilik və bacarıqlar formalaşdırmalıyam. Və yaxud da ki, Azərbaycan dilindən 4-1-2 götürmüşəm. Azərbaycan dili fənnində 4-cü məzmun xətti nədir? Dil qaydaları. Demək ki, onda mən bu gün 4-1-2 alt standartını götürmüşəmsə, demək ki, şagirdlərdə dil qaydaları üzrə müəyyən bilik və bacarıqlar formalaşdırmalıyam. Deməli, indi qayıdırıq müəllimlər əsas standarta qayıdırıq. Məqsədim əsas standartın açıqlamasını deməli verməkdir. Belə, deməli, dedik ki, jurnala 3 rəqəmli kod yazırıq. Birinci kod olacaq məzmun xətti. Məzmun xəttini bildirir. İkinci olacaq əsas standart. Yəni, ikisi bir yerdə əsas standartdır. Ancaq üçü bir yerdə 3 rəqəm birlikdə nədir? Alt standartdır. Biz də jurnalımıza 2 rəqəmli kod yaza bilərikmi? Yaza bilmərik. Ancaq, deməli, 3 rəqəmli kod yazmalıyıq. Yəni, alt standartı əks etdirən 3 rəqəmli kod yazmalıyıq. İndi qayıdırıq əsas standarta. Bax, müəllimlər, dedik ki, 3-cü məzmun xətti nədir? Yazıdır. 3, 1, ikisi bir yerdə nədir? Bu əsas standartdır da, düzdürmü? Əsas standartı ifadə eləyir. Yəni, 2 rəqəm birlikdə əsas standartı ifadə eləyir. Əsas standartın da tərifini biz nə dedik? Dedik, təlim nəticələrini məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Yəni, mən artıq əsas standarta əsasən deyə bilmərəm ki, şagirdlər bugün dərsdə hansı bilik və bacarıqlara yiyələnəcək. Biz bunu dəqiq deyə bilmərik. Biz nəyə əsasən dəqiq deyə bilərik, dəqiq bilirik ki, şagirdlər müxtəlif bilik və bacarıqlara yiyələnməlidir? Əsas standart, alt standarta əsasən biz bunu dəqiq deyə bilərik. Amma əsas standarta əsasən biz deyə bilmərik ki, şagirdlər bugün dərsdə hansı bilik və bacarıqlara yiyələnməlidir. Niyə bilmirik? Çünki əsas standartın tərifi necə idi? Deyir, təlim nəticələrini məzmun xətti üzrə ümumi. Deməli, təlim nəticələrini ümumi şəkildə ifadə eləyir. Təlim nəticələrini ümumi şəkildə ifadə elədiyinə görə biz dəqiq deyə əsas standartı əsasən biz deyə bilmərik ki, şagirdlər bugün dərsdə hansı bilik və bacarıqlara yiyələnməlidir. Baxağın burada. Əsas standarta baxağın 3-1. İndi nə dedik? Dedik ki, məzmun xəttini, təlim nəticələrini məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Gəlin baxağın 3-1-ə baxağın əsas standarta. Məsəl üçün 3 nə idi? 3 yazı. Məzmun xətti olaraq yazıdır. Deməli, yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Bax, bizə belə deməli, belə bir fikir verilir ki, əsas standartın tərifinə baxağın, yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Burada hansı yazı bacarığına yiyələnməkdən söhbət gedir? Yazı bacarığına aid o qədər bilik və bacarıqlara şagirdlər yiyələnməlidir. Burada hansı yazı bacarığından söhbət getdiyini şagirdlər müəllimlər, çox xahiş edirəm mikrofonları bağlayalım.
Müəllimə, çox xahiş edirəm, dərsə girən müəllimə mikrofonu bağlasın. Nə dedik? Əsas standartın izahını verirdim. Dedim ki, əsas standarta əsasən müəllim müəyyənləşdirə bilmir ki, şagirdlər bu gün dəqiq hansı təlim nəticələrinə yiyələnməlidir. Niyə? Çünki əsas standart təlim nəticələrini ümumi şəkildə ifadə edir. Bax, deməli, bizim əsas standartımız neçədir? 3-1. Nə deyir? Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Hansı yazı bacarığından söhbət gedirsə, biz bunu dəqiq deyə bilmərik. Düzdür? İndi alt standarta baxırıq. Ancaq alt standart bunu dəqiq bizə çatdırır, dəqiq açıqlayır. Artıq biz alt standartımıza əsasən, bəli, artıq biz dəqiq müəyyənləşdiririk ki, şagirdlər yazı üzrə hansı bacarıqlara yiyələnməlidir. Deməli, 3-1 bizə dəqiq məlumat vermir, şagirdlər hansı bilik və bacarığa yiyələnməlidir. Amma indi baxırıq, 3-1-1-ə baxırıq. 3-1-1, 3 rəqəmli kod nəyi ifadə eləyir? Alt standartı ifadə eləyir. Alt standarta baxağın, 3-1-1. Bax, artıq burada nə deyir? Deməli, burada nə deyir? Hüsnüxətt normalarına əməl etməklə səliqəli yazır. Bax, müəllimlər, mən nəyə çatdırmaq istəyirəm? Nəyi demək istəyirəm? Deməli, burada əsas standart bizə nə deyir? Deyir, yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Hansı yazı bacarığına yiyələnməkdən söhbət gedir? Biz bunu dəqiq deyə bilmirik. Ona görə də deyirik ki, əsas standart məzmunu ümumi şəkildə ifadə eləyir. Yəni, şagirdlərin əldə edəcəyi məzmunu ümumi şəkildə ifadə eləyir. Amma alt standart məzmunu dəqiq açıqlayır. Bax, burada deyir ki, deməli, yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Yəni, bizə bunu əsas standart deyir də. Amma alt standart bunu bizə biraz da açıqlayır. Nə deyir? Deyir, hüsnüxətt normalarına əməl etməklə səliqəli yazır. Artıq biz bu 3 rəqəmli koda, yəni alt standarta baxanda bilirik ki, şagird bugün hansı bacarığa yiyələnməlidir? Yazı üzrə hüsnüxətt normalarına əməl etməklə səliqəli yazmağı bacarmalıdır. Və yaxud da ki, digər alt standarta baxırıq, 3-1-2-yə baxırıq. Tərkibində, yazılışında çətin sözlərin işləndiyi mətni üzündən köçürür. Bax, görürsünüz, artıq burada alt standart bizə nə deyir? Şagirdlərin əldə edəcəyi məzmunu dəqiq bizə çatdırır. Sonra verilmiş mətnin qısa məzmununu yazır. Yəni, bax, bu alt standartlara əsasən biz bilirik ki, şagirdlər deməli yazı üzrə verilmiş mətnin, yəni yazı məzmun xətti üzrə şagirdlər verilmiş mətnin qısa məzmununu yazmalıdır. Belə, indi baxırıq, deməli, nə qaldı? Deməli, müəllimlər, bax, əsas standart bəzən dəyişir. Deməli, nə dedik? Əsas standart bəzən dəyişir. Amma alt standart həmişə dəyişir. Yəni, sinifdən sinifə keçdikcə alt standart dəyişir. Yəni, məzmun daha da genişlənir, mürəkkəbləşir. Amma əsas standart bəzən dəyişir. Ya həmişə dəyişir deyə bilmərik, ya da dəyişmir deyə bilmərik. Əsas standart nə vaxt dəyişir? Bəzən və yaxud da ki, əsasən dəyişir. İndi əsas standartın dəyişməsinə uyğun da mən nümunə vermişəm. Yəni, bu nümunələr də 2004-cü, yəni Time kitabında öz əksini tapmır. Sadəcə mən nümunələr vermişəm ki, bu bizə aydın olsun. Deyirik, əsas standart bəzən dəyişir. Baxağın görək, nə vaxt dəyişir, necə dəyişir və yaxud da ki, müəllimlər, çox xahiş edirəm, mikrofonu bağlayağın. Niyə dəyişir? Deməli, əsas standart o zaman dəyişir ki, əsas standartın tələb etdiyi bacarıq formalaşır və növbəti illərdə şagirdlərdə daha mürəkkəb bacarıq formalaşdırmaq məqsədi ilə dəyişir. Deməli, əsas standart hansı məqsədlə dəyişir? Əsas standartın tələb etdiyi bacarıq şagirdlərdə formalaşır və şagirdlərdə növbəti illərdə daha mürəkkəb bacarıq formalaşdırmaq məqsədi ilə əsas standart dəyişir. Və əsas standartın dəyişməsinə nümunə vermişəm. Məsəl üçün, bax, birinci sinifdə, deməli, birinci sinifdə oxu texnik 2-2, bax, bura baxın, 2-2, 2 rəqəmli kod nədir? Əsas standartı ifadə eləyir də, düzdürmü? Birinci məzmun xəttidir,
Birinci məzmun xəttidir, ikinci isə əsas standartdır. Yəni ikisi iki rəqəm birlikdə əsas standartı ifadə eləyir. Deməli nədir? Oxu texnikası və ilkin oxu bacarığına yiyələndiyini nümayiş etdirir. Yəni şagird birinci sinifin sonunda oxu texnikası və ilkin oxu bacarığına yiyələndiyini nümayiş etdirməlidir. İndi ikinci sinifə baxırıq. İkinci sinifdə nə deyir? Oxu bacarığına yiyələndiyini nümayiş etdirir. Bax müəllimlər, burada dəyişdi. Birinci sinifdə oxu bacarığına yiyələnməlidir. İkinci sinifdə isə oxu bacarığına artıq oxumağı şagird bacarmalıdır. Oxu bacarığına yiyələndiyini nümayiş etdirməlidir. Biz burada gördük ki, əsas standart dəyişdi. Yəni birinci sinifdən ikinci sinifə keçid eləyəndə əsas standart dəyişdi. Niyə dəyişdi? Çünki əsas standartın tələb etdiyi bacarıq artıq formalaşıb, şagirdlərdə daha mürəkkəb bacarıq formalaşdırmaq məqsədi ilə dəyişir. Amma üçüncü sinifə baxırıq. Üçüncü sinifdə əsas standart dəyişmir. Hər ikisində nə deyir? Deyir, şagird oxu bacarığına yiyələndiyini nümayiş etdirməlidir. İndi baxırıq, dördüncü sinifə baxırıq. Dördüncü sinifdə artıq bəli, əsas standart dəyişir. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir. Deməli, ikinci, üçüncü sinifdə oxu bacarığına yiyələnməli idi şagird, yəni oxumağı bacarmalı idi. Amma artıq dördüncü sinifdə oxu vərdişinə, artıq oxumaq şagirdə bir vərdiş halına keçməlidir. Yəni şagirdlərdə belə deyək, oxu vərdişi olmalıdır. 5-ci sinifdə isə yenə əsas standart dəyişib. Nə deyir? Mətnin məzmun və strukturunu deməli mənimsədiyini nümayiş etdirir. Deməli digər fənlərdə oxu ilə oxumağı bacarır, oxu texnikasını yiyələndiyini nümayiş etdirir, oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir. Artıq 5-ci sinifdə nə deyir? Deyir, mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. Ona görə də biz nə deyirik? Deyirik ki, əsas standart əsasən və yaxud da ki, bəzən dəyişir. Əsas standart haqqında da bu qədər. İndi alt standarta baxırıq. Deməli, fən kurikulumda yer alan terminlərdən biri də alt standartdır. Biz müəllimlər bilirik ki, alt standart, yəni belə deyək də, müəllim alt standart, gündəlik təlimi, dərsini nəyə əsasən qurur? Alt standarta əsasən qurur. Yəni müəllimin vəzifəsi nədir? Alt standartda nəzərdə tutulan bilik və bacarıqları şagirdlərdə formalaşdırmalıdır. Yaxşı alt standart nədir? Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Və alt standart deməli sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Deməli, alt standart nəyə xidmət eləyir? Sinif və fənlər üzrə summativ qiymətləndirilmənin aparılmasını təmin edir. Ümumiyyətlə, bax, müəllim summativ qiymətləndirmə tapşırıqları, sualları hazırlayanda nəyə diqqət etməlidir? Alt standartda diqqət eləməlidir ki, alt standartda nəzərdə tutulan bilik və bacarığı reallaşdırsın. Yəni, müəllim summativ qiymətləndirmə zamanı, belə deyək də, sualları, tapşırıqları hazırlayanda nəyə diqqət etməlidir? Alt standartda nəzərdə tutulan bilik və bacarığı reallaşdırmağa diqqət etməlidir. Deməli, alt standart haqqında başqa nə deyə bilərik? Deməli, əvvəllər belə idi ki, bizə deyilirdi ki, alt standartın özü təlim nəticəsi kimi götürülə bilməz. Alt standartdan müəllim mütləq təlim nəticəsi çıxartmalıdır. Ancaq təkmilləşdirilmiş kurikulumda bizə deyir ki, təkmilləşdirilmiş kurikulumda müəllim alt standartın özünü də təlim nəticəsi kimi götürə bilər. Yəni, artıq alt standartdan gündəlik təlim nəticəsi çıxartmağa ehtiyac qalmır. Alt standartın özünü də təlim nəticəsi kimi götürə bilər. Amma əvvəl necə idi? Yəni, son yenilikdən, dəyişiklikdən əvvəl belə idi ki, deyirdi ki, müəllim alt standartın özünü təlim nəticəsi kimi götürə bilməz, mütləq alt standartdan təlim nəticəsi çıxartmalıdır. Ancaq son dəyişiklikdən sonra, yəni təkmilləşdirilmiş kurikulumda artıq müəllim alt standartın özünü də təlim nəticəsi kimi çıxarda bilər. Belə, gündəlik dərs deməli nəyə əsasən qurulur? Gündəlik dərs alt standarta əsasən qurulur. Bəzən testdə
Alt standart sözünün əvəzinə biz əsas standartı da görə bilərik. Bu yanlış fikir olacaq. Deməli, müəllim gündəlik dərsini alt standarta əsasən qurur. Həmçinin qiymətləndirmə meyarları da alt standarta əsasən müəyyənləşdirir. Yəni müəllim bu gün qiymətləndirmə meyarları müəyyənləşdirirsə, onda da alt standartın tələbini nəzərə almalıdır. Həmçinin öyrənmə fəaliyyəti, yəni tapşırıq hazırlayanda da belə alt standartı nəzərə almalıdır. Yəni hazırladığımız tapşırıqlarda, şagirdlərin yerinə yetirəcəyi fəaliyyətlərdə, qiymətləndirmə meyarlarını da müəllim müəyyənləşdirəndə alt standartı tələbini nəzərə almalıdır. Yəni bu sadaladıqlarımız hamısı alt standarta əsasən müəyyənləşdirilir. Həmçinin müəllimin gündəlik dərsdə belə deyək də müəyyənləşdirdiyi inteqrasiya da alt standarta əsasən müəyyənləşdirilir. İndi inteqrasiya haqqında deməli belə deyək də ətraflı məlumat verəcəm. Deməli, nə dedik? Dedik ki, inteqrasiyanı da müəllim müəyyənləşdirəndə istər fənlər olsun, istər fən daxili olsun, fən üstü olsun, fərqi yoxdur. İnteqrasiyada alt standarta əsasən müəyyənləşdirilir. Burada da bəzən deməli testlərdə inteqrasiya bizə belə verilə bilər də, belə bir fikir verilə bilər ki, inteqrasiya əsas standarta əsasən müəyyənləşdirilir. Bu yanlış olacaq. İnteqrasiyada alt standarta əsasən müəyyənləşdirilir. Deməli, vaxta baxırdım. Deməli, baxırıq alt standartın funksiyasına baxırıq. Görək alt standartın funksiyaları nələrdir? Deməli, təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Deməli, alt standartın müəllimlər 4 funksiyası var. Bunlardan birincisi nədir? Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni, dərsin məqsədi aydın, dəqiq əlçatan, həmçinin qiymətləndirilə bilən olmalıdır. Dərsin məqsədi nədir? Yəni, biz bugün dərsdə bizim belə deyək də hər hansı bir mövzunu keçirik. Həmin mövzu üçün biz təlim nəticələri müəyyənləşdiririk. Yəni, şagirdlərin dərsin sonunda əldə edəcəyi bilik və bacarıqlar dərsin məqsədi və yaxud da ki, təlim nəticələri adlanır. Və deyirik ki, təlim nəticələri dəqiq olmalıdır, aydın olmalıdır, mürəkkəb olmamalıdır, əlçatan olmalıdır, qiymətləndirilə bilən olmalıdır. İndi bu dəqiq, aydın bildik. Yəni, müəllim bir dərs üçün elə təlim nəticəsi müəyyənləşdirməlidir ki, mürəkkəb cümlə şəklində olmamalıdır. Sadə cümlə şəklində olmalıdır ki, müəyyənləşdirdiyimiz təlim nəticəsini şagirdə aydın olsun, yəni dəqiq olsun. Əlçatan olması nə deməkdir? Yəni, şagird dərsin əvvəlində müəyyənləşdirdiyimiz təlim nəticəsinə, təlim məqsədinə sonda yiyələnə bilsin, əlçatan olsun və qiymətləndirilə bilən olmalıdır dedikdə nədir? Yəni, müəyyənləşdirdiyimiz təlim nəticələrinə şagirdlər yiyələndikdən sonra biz onları yiyələndikləri bilik və bacarığa əsasən qiymətləndirə bilək də, yəni elə təlim nəticəsi müəyyənləşdirək ki, həm vaxt baxımından da biz şagirdlərin yiyələndiyi bilik və bacarığı qiymətləndirə bilək. Deməli, nə dedik? Alt standartın funksiyalarından biri bu oldu ki, təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni, dərsin məqsədi aydın, əlçatan, dəqiq olmalıdır. İkinci alt standartın funksiyası odur ki, təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Təlim strategiyaları ümumiyyətlə nədir? Bax, hər bir müəllimin özünə məxsus strategiyası var. Bugün müəllimin dərsdə istifadə elədiyi iş formaları, iş üsulları, bax, bunlar hamısı strategiya adlanır. Deməli, hər bir müəllimin özünə məxsus strategiyası var və müəllimin bugün istifadə edəcəyi, dərsdə istifadə edəcəyi formalar, üsullar nə adlanır? Təlim strategiyaları adlanır. Yəni, alt standart, belə deyək də, alt standartın funksiyası nə dedik? Dedik ki, təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Yəni, müəllim elə bir strategiya seçməlidir ki, bu da alt standartın tələbinə uyğun olmalıdır. Yəni, mən bugün hər hansı bir
iş üsulu seçirəmsə, iş forması seçirəmsə, elə bir iş üsulu seçməliyəm ki, mənim müəyyənləşdirdiyim təlim nəticələrinə şagirdlər bu iş üsulunun vasitəsilə çata bilsinlər. Yəni strategiyamız da əslində nəyə xidmət eləyir? Təlim, belə deyək də, alt standarta xidmət eləyir. Yəni elə bir strategiyalardan istifadə eləməliyik ki, qarşıya qoyduğumuz məqsədə şagirdlər yiyələnə bilsinlər. Sonra alt standartın deməli digər funksiyası olacaq, təlimdə inteqrativliyi təmin edir. Ümumiyyətlə inteqrativlik inteqrasiya deməkdir. Yəni biz inteqrasiyanı da alt standarta əsasən müəyyənləşdiririk. Sonra dördüncü funksiyası, alt standartın dördüncü funksiyası olacaq, təlimin məzmununun davamının inkişafını təmin edir. Yəni alt standartın digər funksiyası nədir? Təlimin məzmununun davamının inkişafını təmin etməkdir. Yəni alt standart sinifdən sinifə dəyişir. Məzmunu daha da genişləndirir. Bax müəllimlər, əsas standart haqqında danışdım. Dedim, əsas standart dəyişmir. Dəyişmir yox, daha doğrusu bəzən dəyişir, bəzən də dəyişmir və əsas standartın dəyişməsinə aid də nümunə göstərdim. Amma alt standart sinifdən sinifə, yəni alt standart hər il dəyişir. Sinifdən sinifə dəyişir və məzmunu daha da genişləndirir. Yəni alt standart belə də məzmunu sadədən mürəkkəbə doğru belə deyək də dərinləşdirir. Sonra həmçinin alt standartın siniflər üzrə dəyişməsi şaquli inteqrasiyanı həyata keçirir. Bax müəllimlər, biz dedik ki, alt standart dəyişir də, sinifdən sinifə dəyişir. Deməli, alt standartın siniflər üzrə dəyişməsi şaquli inteqrasiyanı həyata keçirir. Düzdür, biz hələ belə deyək də inteqrasiyanın növləri haqqında məlumat verməmişəm. Sadəcə bu fikri çatdırıram ki, alt standartın siniflər üzrə dəyişməsi şaquli inteqrasiyanı həyata keçirir. Həmçinin də alt standartda tələb olunan bilik və bacarıqları şagirdlərdə formalaşdırmaq da müəllimin vəzifəsidir. Bax, bəzən burada testlərdə müəllimin vəzifəsidir sözünün əvəzinə müəllimin hüququdur verilir, bu yanlışdır. Yəni, hər bir müəllimin vəzifəsidir ki, məzmunu, yəni alt standartda nəzərdə tutulan bilik və bacarığı şagirdlərdə formalaşdırsın. Bir də müəllimlər, nə demək istəyirəm? Bax, alt standartın funksiyaları bəzən testdə necə verilir, bizi necə çaşdırır, biz necə, harda çaşa bilərik? Təlim sözünün əvəzinə təhsil verilir. Məsəl üçün, təhsil məqsədlərinin dəqiq olunması üçün belə deyək də etibarlı zəmin yaradır və yaxud da ki, təlim strategiyasının əvəzinə təhsil strategiyası verilir. Təlimdə inteqrativlik sözünün əvəzinə təhsildə inteqrativlik verilir. Yəni, bu yanlış olacaq da, təhsil götürmürük, təlim götürürük. Təlim, ancaq deməli, təlim məqsədləri, təlim strategiyaları, təlimdə inteqrativlik və təlimin məzmununu götürürük. Belə, indi deməli, inteqrasiyaya baxırıq. Baxağın. Deməli, indi inteqrasiya haqqında danışırıq. İnteqrasiya nə deməkdir? Deməli, inteqrasiya əlaqə deməkdir, bütövləşmə deməkdir. Təhsilin məzmun komponentlərinin bir-biri ilə və yaxud da ki, həyatla sistemli şəkildə əlaqələndirir. Deməli, inteqrasiya nədir? Təhsilin məzmun komponentlərinin bir-biri ilə həyatla əlaqəsi deməkdir. Təhsilin məzmun komponentləri nə deməkdir? Yəni, fənlər arasında əlaqə yaradır, həmçində fənni həyatla əlaqələndirir. Həyatla əlaqələndirmək nə deməkdir? Yəni, şagird öyrəndiyini həyatda tətbiq eləyə bilirsə, artıq bu fənnüstü inteqrasiyadır. Yəni, şagird öyrəndiyini həyatla sistemli şəkildə əlaqələndirə bilir. Həmçinin inteqrasiya şagirdləri inkişafa aparır. Bax, inteqrasiyanın şagirdlər üçün faydası nədir? Deməli, inteqrasiya şagirdlərin inkişafını təmin edir. Sonra, inteqrasiya şagirdlərdə yumşaq bacarıqları inkişaf etdirir. Müəllimlər, bax, bu sadaladıqlarım da test belə deyək də kitabda yoxdur. Mənim hal-hazırda PDF-də sadaladığım məlumatlar da kitabda yoxdur, amma sadaladığım hər bir fikir test vəsaitində öz əksini tapır. Ona görə mən deyirəm ki, məsəl üçün, mən bu PDF-ləri hazırlayanda mövzudan çox testlər əsasında mən PDF-i hazırlayıram.
Yəni testlərdə hansı fikir öz əksini tapırsa, yəni nə düşürsə, hansı fikirlər düşürsə, mən həmin fikirləri PDF-ə salıram. Belə dedik ki, deməli inteqrasiya, yəni inteqrasiyanın şagird üçün, təlim üçün faydası nədir? Şagirdlərin inkişafını təmin edir. Şagirdləri inkişafa aparır. Ekranı təmizləyək. Sonra inteqrasiya şagirdlərdə yumşaq bacarıqları inkişaf etdirir. Yaxşı, bəs yumşaq bacarıqlar dedikdə hansı bacarıqlardan söhbət gedir? Yəni yumşaq bacarıqlar hansı bacarıqlardır? Belə dedi, biz yumşaq bacarıqlar da deyə bilərik buna, həyati bacarıqlar da deyə bilərik. Məsəl üçün ünsiyyət, əməkdaşlıq, problem həll etmə, tənqidi düşünmə, bax sadaladığımız bacarıqlar yumşaq bacarıqlar adlanır. Yəni həyatda hər bir insana hər hansı bir problemi həll etmək üçün lazım olan bacarıqlardır bu bacarıqlar. Həmçinin onu da deyə bilərik ki, müəllim bir dərsdə inteqrasiyanın bir növündən istifadə eləyə bilər. Bax, testdə belə bir fikir düşə bilər ki, deməli, müəllim bir dərsdə inteqrasiyanın yalnız bir növündən istifadə edə bilər. Bu yanlış olacaq. Bir dərsdə müəllim inteqrasiyanın bir neçə növündən istifadə eləyə bilər. İnteqrasiya növlərinə baxırıq. İnteqrasiyanın 3 növü var. Hansılardır? Fəndaxili inteqrasiya, fənlər arası və fənüstü inteqrasiya. Deməli, fəndaxili inteqrasiya özü də 2 yerə bölünür. Şaquli və üfüqi inteqrasiya. Deməli, nə dedik? İnteqrasiya 3 yerə ayrılır. Fəndaxili, fənlər arası və fənüstü. Həmçinin fəndaxili inteqrasiya özü də 2 yerə bölünür. Şaquli və fən-üfüqi inteqrasiya. İndi baxırıq birinci şaquli inteqrasiyaya baxırıq. Bax müəllimlər, bayaq nə dedik? Dedik, alt standartın siniflər üzrə dəyişməsi şaquli inteqrasiyanı reallaşdırır. Deməli, alt standartın siniflər üzrə biz dedik, alt standart sinifdən sinifə keçdikcə dəyişir. Bax, elə alt standartın sinifdən sinifə keçdikcə dəyişməsi şaquli inteqrasiyaya bir nümunədir. Birinci baxırıq şaquli inteqrasiyaya. Deməli, alt standartın siniflər üzrə əlaqəsini əhatə edir. Deməli, şaquli inteqrasiya siniflər üzrə deməli əlaqəni əhatə eləyir. Yəni, sinifdən sinifə keçərkən öyrənilən obyektlər arasında əlaqə saxlamaqla məzmunu daha da genişləndirir, dərinləşdirir. İndi şaquli inteqrasiyada nümunələr təqdim eləyim. Bax, məsəl üçün, müəllim belə deyək də, 5-ci sinifdə mübtəda mövzusunu keçirəm. Mübtəda mövzusunu keçərkən, mən mübtəda mövzusunu keçməmişdən əvvəl nə etməliyəm? Aşağı siniflərdə keçdiyim nitq hissələri ilə bağlı şagirdlərə müxtəlif suallar verə bilərəm. Yəni, nitq hissəsini təkrarlada bilərəm. Yəni, şagird isim haqqında sual-cavab eləyim ki, ismi xatırladım ki, ondan sonra mən mübtəda mövzusunu keçim. Məsəl üçün, xəbəri keçirəm. Xəbəri keçməmişdən əvvəl şagird aşağı siniflərdə nitq hissəsi olaraq feili keçib. Deməli, mən xəbəri keçməmişdən əvvəl aşağı sinifdə keçdiyim feil haqqında şagirdləri sual-cavab edə bilərəm. Və yaxud da ki, feili sifəti keçirəm. Feili sifəti keçirəmsə, belə deyək, 5-ci sinifdə feili sifəti keçirəm. Artıq mən aşağı sinifdə keçdiyim, yəni feili sifəti aşağı sinifdə keçdiyim feillə əlaqələndirə bilərəm. Və yaxud da ki, məcazi mənalı sözləri keçirəm. Bu gün məcazi mənalı sözləri keçirəmsə, aşağı sinifdə keçdiyim həqiqi mənalı sözlərlə əlaqələndirə bilərəm. Və yaxud da ki, riyaziyyatdan nümunəyə baxaq, həndəsi fiqurların xassələrini keçirəm. Bugün həndəsi fiqurların xassələrini keçirəmsə, mən artıq aşağı sinifdə şagirdlərə həndəsi fiqurları keçmişəm. Həndəsi fiqurların belə deyək də, təkrar elətdirə bilərəm. Və yaxud da ki, belə deyək, bugün mən belə deyim, hər hansı bir sahəni keçirəm, perimetri keçirəmsə, nə edə bilərəm? Aşağı sinifdə keçdiyim həndəsi fiqurlar haqqında şagirdləri sual-cavab edə bilərəm. Deməli, şaquli inteqrasiya haqqında nə dedik? Siniflər üzrə, yəni alt standartın siniflər üzrə əlaqəsini əhatə edir. Yəni, belə deyək də, məzmunu
məzmunu, mövzunu daha da genişləndirir. Belə deyim, biz bilirik də müəllimlər, bax, məzmun getdikcə dərinləşir. Yəni elə bir mövzu yoxdur ki, biz o mövzunu yalnız bir sinifdə keçək. Biz bir mövzunu bir neçə sinifdə keçirik. Aşağı siniflərdə həmin məzmunu, mövzunu sadə şəkildə keçirik. Artıq siniflər üzrə həmin mövzu, məzmun getdikcə dərinləşir. Elə dərinləşmiş formada biz hər hansı bir mövzunu keçəndə aşağı siniflərdə keçdiyimiz, belə deyək də, həmin mövzu ilə biz keçdiyimiz mövzunu əlaqələndirə bilərik. Üfüqi inteqrasiya isə deməli, bir sinifdə müxtəlif məzmun xəttləri arasında əlaqə yaradır. Deməli, bax, şaquli inteqrasiya siniflər üzrə əlaqə yaradır, siniflər üzrə. Amma üfüqi inteqrasiya bir sinifdə müxtəlif məzmun xəttləri ilə əlaqə yaradır. Məzmun xəttləri ilə əlaqə yaratmaq nə deməkdir? Biz məzmun xəttlərindən danışdıqda, məzmun xəttləri nədir? Ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən məzmunun zəruri hissəsidir. Yəni, biz şagirdlərə nə öyrədiriksə, nəyin vasitəsilə öyrədirik? Məzmun xəttinin vasitəsilə öyrədirik. Bax, yenə deyirəm, fənn üzrə şagirdlərdə müxtəlif bilik və bacarıqlar formalaşdırırıq. Yəni, formalaşdırdığımız bilik və bacarıqları biz məzmun xəttinin köməyi ilə formalaşdırırıq da, düzdürmü? Və indi nə deyir? Deyir ki, üfüqi inteqrasiya bir sinifdə müxtəlif məzmun xəttləri ilə əlaqə yaradır. Buna da bir nümunə çəkin, məsəl üçün. Yenə Azərbaycan dili fənninə aid nümunə çəkəcəm. Bax, bugün müəllim, məsəl üçün, şagirdlərə hər hansı bir mətn dinlədirəm. Dinləyib anlama bacarıqlarını formalaşdırmaq məqsədi ilə şagirdlərə hər hansı bir mətn dinlədirəm. Özüm oxuyuram, şagirdlər dinləyir və yaxud da ki, səsli hər hansı bir mətni dinlədirəm. Bax, bu dinləyib anlama məzmun xətti Azərbaycan dilində birinci məzmun xəttidir. Yaxşı, şagirdlər mətni dinlədikdən sonra deyirəm ki, uşaqlar, dinlədiyiniz mətnin qısa məzmununu yazın. Yazırlar. Artıq yazırlarsa, burada şagirdlər birinci məzmun xətti, yəni dinləyib anlama məzmun xətti ilə üçüncü məzmun xətti, yəni yazı məzmun xətti arasında əlaqə yaratmış oldular. Yəni, şagird yazırsa, dinlədiyi mətnin məzmununu yazırsa, artıq burada üçüncü məzmun xəttindən əlaqələndirdi. Ümumiyyətlə, müəllimlər, belə deyim də, üfüqi inteqrasiyada biz üfüqi inteqrasiyadan hər dərsdə istifadə eləyirik. Məsəl üçün, bax, ingilis dili müəllimi, belə deyək də, ingilis dili tədris eləyən müəllim şagirdləri oxudur, belə deyək də, hər hansı bir mətni oxudur və mətnə, belə deyək, mətni oxutduqdan sonra deyir ki, mətnlə bağlı əsas fikirləri qeyd eləyin, yazın. Deməli, yazırsa, burada gördünüz, artıq burada bir neçə fəaliyyət var. Həm oxu var, həm dinləyib anlama var, həm yazı var, həm dil qaydaları var. Deməli, burada artıq müəllim üfüqi inteqrasiyadan istifadə eləmiş oldu. Yəni, məzmun xəttləri arasında əlaqə yaratmış oldu. Yenə burada nümunələr var, ancaq nümunələrə, məncə əlavə nümunələrə ehtiyac yoxdur. Fənn üstü inteqrasiyaya baxırıq. Fənn üstü inteqrasiya nədir? Artıq şagird öyrəndiklərini həyatda tətbiq eləyə bilirsə, bu fənn üstü inteqrasiyanın deməli reallaşmasıdır. Məsəl üçün, nümunə çəkirəm. Bax, bugün biz bitkilərə qulluq qaydasını öyrənmişik. Biologiya dərsində, təbiət dərsinə fərqi yoxdur. Şagird bitkilərə qulluq qaydasını bilib və real həyatda, gündəlik həyatda həqiqətən də bitkilərə qulluq edirsə, bitkilərə qulluq etmə qaydasını bilirsə, bax, bu elə fənnüstü inteqrasiyadır. Məsəl üçün, şagird hüquq və vəzifələrini əzbər bilir. Bu, hüquq və vəzifələrindən gündəlik həyatında da istifadə eləyirsə, bu da fənnüstü inteqrasiyaya nümunədir. Ümumiyyətlə, şagird öyrəndiklərini həyatda tətbiq eləyə bilirsə, daha çox layihələr reallaşdırırsa, öyrəndiklərini fəaliyyət kimi istifadə eləyə, öyrəndiklərindən, belə deyək də, hər hansı bir fəaliyyətdə, hər hansı bir tapşırıqda istifadə eləyə bilirsə, bu fənnüstü inteqrasiyadır. Yaxşı, fənlərarası inteqrasiyaya baxırıq. Fənlərarası inteqrasiya bir neçə fənn arasında əlaqə yaratmaq deməkdir. Yəni, bax, məsəl üçün, müəllim bugün Azərbaycan dili fənnini tədris eləyirsə,
digər riyaziyyat fənni ilə əlaqə yarada bilər. Riyaziyyat fənnini tarix fənni ilə əlaqələndirə bilər. Məsəl üçün bir nümunə çəkim, belə deyək. Riyaziyyatda bir də görürsüz ki, məsəl üçün elə bir məsələ verilib ki, orada tarix var da, yəni hər hansı bir tarixin adı çəkilir. Hər hansı bir əlamətlər günlə bağlı olur və yaxud da ki, tarixi şəxsiyyətin adı çəkilə bilər orada. Hər hansı bir tarixi günlə bağlı məsələ verilə bilər. Artıq bax burada biz həmin riyaziyyatı digər tarixlə əlaqələndirmiş olduq. Məsəl üçün şagird mətnin məzmununa uyğun olaraq hər hansı bir şəkil çəkirsə, bu zamanda artıq Azərbaycan dili fənnini biz rəsm xəttlə əlaqələndirmiş olduq. Yəni belə deyək də, riyaziyyat fənnini texnologiya ilə əlaqələndirə bilərik. Məsəl üçün riyaziyyatdan həndəsi fəza fiqurlarına keçirik. Şagird fəza fiqurlarını hazırlayırsa, maket olaraq fəza fiqurlarını hazırlayırsa, deməli texnologiya ilə əlaqə yaratmış olduq. Ümumiyyətlə deməli fənlərarası inteqrasiyanın tərifi necədir? Deməli problemlərin həlli üçün müxtəlif fənlərdə əldə edilmiş bilik və bacarıqların bir-biri ilə əlaqələndirilməsidir. Deməli, tərifinə diqqət eləsək, fənlərarası inteqrasiya, yəni hər hansı bir problemlərin həlli üçün müxtəlif fənlərdə əldə edilmiş bilik və bacarıqların əlaqəsidir. Yəni şagird müxtəlif fənlərdə əldə elədiyi bilik və bacarığı belə deyək də əlaqələndirməyi bacarmalıdır. Burada da nümunələr artıq çəkdim. Məncə bu qədər nümunələr bəsdir. Müəllimlər, bax nə dedik? Fənlərarası inteqrasiyada biz problem həll etmədən danışdıq da, düzdürmü? Bax deyirik ki, problemlərin həlli üçün müxtəlif fənlərdən əldə edilmiş bilik və bacarığın bir-biri ilə əlaqələndirməsidir. İndi biz problem həll etməyin adı çəkildik. Görək problem həll etmə nə deməkdir? Ümumiyyətlə elə problemlər var ki, məsəl üçün şagirdlərin qarşısına hər hansı bir problemli situasiya qoyuruq. Bax şagird həmin problemi həll etmək üçün şagirdə yalnız bir fəndən əldə elədiyi bilik və bacarıq kömək eləmir. Həmin problemi həll etmək üçün şagird bir neçə fənlə bağlı, bir neçə fəndən əldə elədiyi bilik və bacarığından istifadə eləməlidir. Yəni real həyatımızda da, şəxsi həyatımızda da biz hər hansı bir problemlə rastlaşanda, biz problemi həll etmək üçün bizə müxtəlif sahələrlə bağlı müxtəlif bilik və bacarıqlar lazımdır. Yəni problemi həll etmək üçün yalnız riyaziyyat fənnindən əldə elədiyimiz bilik və bacarığa əsaslanaraq biz problemi həll eləyə bilmərik. Və yaxud da ki, Azərbaycan dili fənninə uyğun, Azərbaycan dili fənni üzrə yiyələndiyimiz bilik və bacarıqlara əsasən biz hər hansı bir problemi həll eləyə bilmərik. Problem həll etmək üçün hər birimizə, hər bir şagirdə müxtəlif fənlərdən əldə elədiyimiz bilik və bacarıqların vasitəsilə biz rastlaşdığımız hər hansı bir problemi həll eləyə bilərik. Ümumiyyətlə, problem həll etmə, belə deyək də, yəni problem həll etmə, belə deyək, şagirdlərdə problem həll etmə bacarığını formalaşdırmaq lazımdır. Çünki biz motivasiya mərhələsində də problemli situasiya təqdim edirik. Şagirdlərdə idrak fəallığı yaratmaq üçün, şagirdlərə tənqidi təfəkkürü, yaradıcı, məntiqi təfəkkürü formalaşdırmaq üçün də biz şagirdlərdə şagirdlərə problemli situasiya təqdim etməliyik ki, şagirdlərdə problem həll etmə bacarığı formalaşsın və həmçində şagirdlərdə belə deyək, tənqidi və yaradıcı təfəkkür də formalaşmış olsun. Ona görə problemli situasiyalar şagirdlərə təqdim etmək lazımdır və şagirdlər problemi həll etmək üçün müxtəlif fənlərdən əldə elədiyi bilik və bacarıqdan istifadə edir. Həmçində müəllimlər, şagirdlərin qarşısına qoyulan problem şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır. Bax, bəzən testdə düşür ki, qoyulan problem şagirdlərin səviyyəsindən uyğun olmamalıdır, çox mürəkkəb olmalıdır, çox çətin olmalıdır. Bu yanlış olacaq. Çətin olsa, şagirdlərin yaş səviyyəsinə uyğun olmasa, şagirdlər problemi həll edə bilməyəcək. Ona görə də qoyulan problemlər çox çətin yox, nisbətən çətin olmalı və şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır. Vaxta baxağın. Vaxtımıza var bir 4 dəqiqə. Deməli, nə dedik? Bax, burada müəllimlər,
problemin mövzusu var. Yəni nümunə üçün indi biz problemdən danışırıq da, düzdürmü? Problemdən danışdığım üçün bir nümunə vermişəm. Belə bir şagirdlərin qarşısına belə bir problem qoya bilərik. Parkın ərazisində tullanmış plastik qabların sayının azaldılması üçün nə edə bilərik? Deməli, problemimizin mövzusu necədir? Deyirik ki, uşaqlar, parkın ərazisində tullanmış plastik qabların sayının azaldılması üçün biz nə edə bilərik? Hə, artıq bax burada şagirdlərə nə lazımdır? Müxtəlif fənlərdən əldə elədikləri bilik və bacarıqlar lazımdır. Görün şagirdlərə bu problemi həll etmək üçün nə qədər belə deyək də, bilik və bacarıq lazımdır. Yəni digər fənlərdən də əldə elədikləri bilik və bacarıqlar lazımdır. Bax bu problemi müəllimlər vaxtımız bitsə, link atacağam. Yenidən daxil olarsınız, mövzunu yekunlaşdırarıq. Deməli, bax, təqdim elədiyimiz problemi şagirdlər həll eləmək üçün şagirdlərə nə lazımdır? Ətraf aləm haqqında biliklər lazımdır. Yəni qoyduğumuz problemi həll etmək üçün şagirdlərə ətraf aləm haqqında biliklər lazımdır. Yəni şagird bilməlidir ki, ətraf mühitin çirkləndirilməsi təbiətə nə dərəcədə ziyan vurur. Sonra kimya haqqında məlumatlı olmalıdır. Qoyduğumuz problemi həll etmək üçün. Yəni şagird plastik materialların başqa materiallarla əvəz olunmasını bilməlidir. Bilməlidir ki, plastik materialları, yəni tullantı materiallarını biz başqa materiallarla əvəz edə bilərik. Həmçinin biznes, iqtisadiyyat haqqında məlumatlı olmalıdırlar. Dil haqqında müəyyən bilik və bacarıqlara sahib olmalıdır. Yəni bu problemi həll etmək üçün şagirdlərə niyə şagirdlərdə dil bacarığı olmalıdır? Çünki vətəndaşlarla söhbət eləməlidir, vətəndaşlarla ünsiyyət qurmalıdır. Onlara çatdırmalıdır ki, ünsiyyət edərək onlara çatdırmalıdır ki, plastik qabların təbiətə atılması təbiətə mənfi təsir eləyir. Yəni belə deyək də, əhalini bu problemi həll etmək üçün əhalini maarifləndirməlidir. Əhali ilə söhbət aparmalıdır. Həmçinin texnologiya, informatika, mühəndislik haqqında da müəyyən bilik və bacarıqlara sahib olmalıdır. Həmçinin sosiologiya və psixologiya